Masallıdanam, Elman Abiyevdə familiyam. Hörmətli prezidentin diqqətinə çatdırıram. Təsərrüfatımızda 10 minlik Feyxo bağının yandırılması ilə əlaqədar və orada olunan küllü miqdarda, dəfələrlə, ayrı-ayrı vaxtlarda oğurluq işlərinin açılmaması ilə əlaqədar məcburiyyət qarşısında qalıb Masallı rayonunda Daxili İşlər Naziri keçən illər Vilayət Eyvazov qəbul keçirərək onun qəbulunda oldum və yardımlıda sonra qəbulda oldum. Axırıncı səfər Qubada cənab nazirin qəbulunda olmuşam. Axırıncı bir dəfə də Lənkəranda nazir müavinlərinin qəbulunda olmuşam. Cənab nazir Vilayət Eyvazovun müavinlərinin qəbulunda olmuşam. Daxili İşlər Nazirinə də bir neçə səfərlərlə gəlmişəm. Baxmayaraq ki, hörmətli nazirin qəbulunda dəfələrlə olmuşam. Məni yüksək səviyyədə qəbul edib, ciddi tapşırıqlar edib Masallı rayon polis idarəsinin rəisinə. Amma polis idarəsinin rəisi Azay Ağayev çox təəssüf ki, mən qanunsuz yerə yaşadığım evdən həbs etdirərək, polis idarəsinə gətirdirərək və Masallı rayon məhkəməsinin hakimin, sədri Firdovsi Əliyevin sədrliyi ilə bayramda gömən polisə hücum çəkmişəm, ancaq hansı ki, evindən tutulub gətirilmişəm. Bayramda 8 sutka qanunsuz yerə mənə həbs verildi. Həbsdə olduğum müddətdə polis rəisi Azay Ağayev tərəfindən ağır işgəncələr almışam. Şirvan Apellyasiya Məhkəməsi tutqamın bir neçə saat qurtarmayına qalmış, məni azadlığa buraxıb və bəraət vermənə və aldığım ağır işgəncələrin nəticəsində, yəni işgəncə izlərin və xəsarətlərimi belə deyərdim, görərək məni dərhal azadlığa buraxmışdı. Bugünkü gündə mənim bayramda heç bir, yəni 2024-cü ilin avqust ayına qədər heç bir şikayətlər olmamışdı. Nədənsə cənab Azay Ağayevin çoxsaylı mənə belə deyək, torba tikmələri və onun alınmaması nəticəsində başladılar mülki adamlardan mənə qarşı istifadalar olunmaya. Masallı rayon məhkəməsinin sədri Firdovsi Əliyevin özbaşına və bayramda sivarişli qərarlar çıxartma, 17 dənə bayramda sivarişli qərarlar çıxardı bu ayrı. Nəyə görə polis rəis, mən nazirin qəbuluna girəndən sonra bunlar olub. Cənab nazir Vilayət Eyvazovun qəbuluna girib çıxandan sonra başıma oyun qalmayıb gətirilir. Bugünkü gündə də məhkəmələrdə məni süründürürlər. İşlərim ucu cinayət təsərrüfatımızda və bizə dəyən küllü miqdarda işlər mənim ucu yadımdan çıxıb, mən məhkəmələrdə canımla əlləşirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən 5 uşaq atasıyam, heç bir yerdə işləmirəm. Mən valideynlər, hər iki valideynlərimi də itirmişəm. Mənə köməklik edin, mənim işlərim obyektiv araşdırılsın və Masallı rayon polis idarəsinin rəisi Azay Ağayev cəzalandırılmalıdır və Firdovsi Əliyev cəzalandırılmalıdır. Bir də mən Masallı rayon polis idarəsinin rəisi, cinayət axtarışının rəisi Nəsimi Cəfərovu Masallıda səsi yayılmışdı, cəmaatın ailəsinə sataşmasından bağlı səsi yayılmışdı. Ona mən fikir bildirdiyim üçün mənə 10 ay qandal verilib, hazırda apellyasiya şikayəti qaldırmışam. Nəsimi Cəfərov da polis rəisi Azay Ağayevin bacanağıdır. Sizdən artıq dərəcədə xahiş edirəm, mən intihar həddinə çat. Bir dəfə də bu işlə əlaqədar intihar etmişəm. Bugünkü gündə mən intihar etmək məcburiyyətində qalmışam. Yəni balalarıma görə hardasa göz yumuram, amma elə bir vəziyyət yaradıb ki, məhkəmələrlə Azay Ağayevin tapşırıqlı şəkildə, planlı şəkildə bu aramda elə bir vəziyyət yaradılıb ki, intihar həddinə çatmışam. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik edəsiniz. Mənim məsələlərim obyektiv araşdırılmasına köməklik göstərəsiniz.